Nədir söhbət? Ona deyiblər ki, Allaha inanırsınız. Deyib ki, yox. İnanırsansa var, inanmırsansa yoxdur. Məhəmməd Peyğəmbər Qoç bürcü olub və o Qoç bürcünün əlamətlərini özündə biruzə verməyibsə, bu o demək deyilmi ki, bürclər boş şeydir? Hə, tutaq ki, hə. Planetlər idarə edirlər 100%. Mən bir şey deyim sizə, planetləri idarə eləyən də sizsiz əslində. Mənə qəribə gələn bilirsən nədir? Bir bürcün mənim haqqımda detaylı məlumat verə bilməsi. Bunlar çox strategik olurlar. Məsəl üçün Hitler, məsəl üçün Atatürk. Balıqdan çıxdı, hal-hazırda Qoça girib türkü məsələ. Dolçanı pis günə qoydu yəni. Sosial mediada bu dəqiqə nə bilim 150 dənə astroloq var. Hərəsi çıxıb bir şey danışır. Hər şeyin bir simulyasiya olduğunu zaten mən düşünürəm.